Bir anlıq dayan və ətrafına bax. Hər şeydə Allahın sənə olan sevgisini və mərhəmətini gör. Bir meyvəni götür, diqqətlə bax. Rəngi, qoxusu, dadı necə də mükəmməldir. Allah onu sənin üçün necə incəliklə yaradıb. Bir-birinə bənzəyən meyvələr belə əslində fərqlidir. Barmaqlarına bax. Hər bir xətt, hər bir toxunuş nə qədər özəldir. Nəfəs alırsan, yeriyə bilirsən, düşünə bilirsən. Bunların heç biri təsadüf deyil. Allah sənə bu qədər nemət verib. Sən onun mərhəməti üzərində təfəkkür edirsənmi? Gəlin bu günü Allahın yaratdığı gözəlliklərə baxaraq, onun nemətləri və mərhəməti üzərində düşünərək keçirək. Çünki təfəkkür bizi Rəbbimizə daha da yaxınlaşdırır.